İrəvandan daha doğrusu cavab gəlib. Manyak Salavyovdan şərəfi alaq çağırışı edilib. İrəvan Rusiyalı təbliğatçı Vladimir Salavyovun Ermənistanda xüsusi hərbi əməliyyatın mümkünlüyü barədə fikirlərinə cavab verir. Bilirsiniz ki, səhər proqramımızda da bu barədə məlumatı diqqətinizə çatdırmışdıq ki, Salavyov deyir ki, yəni biz başqa yerlərdə xüsusi əməliyyat keçirə bilərik. Niyə keçirmirik bunu? Məsələn, elə qonşu İranda da biz bunu, İrəvanda da daha doğrusu biz bunu keçirə bilərik. Niyə keçirmirik? Və dərhal da Ermənistan cəmiyyətindən Salavyova cavab da gəlib. Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tigran Akopyan Salavyova cavab verib. O, manyak Salavyovun Ermənistanın dövlət mükafatından məhrum edilməsi təklifi ilə çıxış edib. Şərəf ordeni Ermənistanın dövlət mükafatıdır və 2002-ci ilin avqust ayında Şərəf ordeni haqqında Ermənistan Respublikası qanunu ilə təsis edilib. 2013-cü ilin dekabr ayında Rusiyalı televiziya jurnalisti Vladimir Salavyov Ermənistan və Rusiya xalqları arasında dostluğun qurulması və inkişafına, eləcə də ölkələrimiz arasında sülhün möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfəyə görə Şərəf ordeni ilə təltif edilib. Bu günlərdə o, Ermənistanı itirməyin qarşısını almaq üçün Ukraynaya qarşı başlatdıkları kimi ölkəmizə qarşı da hərbi hücumun başlanmasını tələb ediblər. Ukraynanın işğalının nəticələri, bunlar da yüzlərdə yaşayış məntəqəsi yer üzüründən silindi. Milyonlarla insan evlərini itirdi. 10 illiklər ərzində çirklənmiş təbiət, öldürülmüş uşaqlar, yüz minlərlə insanın öldürülməsi, milyonlarla insanın əlil olması, çiçəklənən bir ölkənin cəhənnəmə çevrilməsi. Ermənistana daim sevgi və hörmətini ifadə edən Salavyov da eyni şeyi sevimli ölkəsinə etməyi təklif eləyir. Nə edə bilərik? Ən azı çox sadə bir addım var. Ermənistanda qüvvədə olan prosedura uyğun olaraq bu manyakı Şərəf ordenindən məhrum etmək Ermənistanı və erməni xalqını müntəzəm olaraq təhdid edən ölkəmizə fəlakət arzulayan və ümumiyyətlə insana nifrət edən bir dəli Ermənistanın ən yüksək mükafatından birinə layiq ola bilməz. Bu bizim aybımızdır. Qeyd eləyək ki, Kremlin təbliğatçısı Salavyov Ermənistanda və Orta Asiyada xüsusi hərbi əməliyyata çağırışla çıxış eləyib ki, az öncə qeyd etdiyim kimi səhər proqramında da biz bu barədə məlumatı sizin diqqətinizə çatdırmışdıq. Və niyə gülürəm bu xəbəri oxuyuq? Daha doğrusu belə bir təbəssümüm yaranır. Nə üçün yaranır? Təsəvvür eləyirsiniz. Yəni, Ermənistan Vladimir Salavyovu Şərəf ordeni ilə təsis edir, yəni onu qiymətləndirirlər. Ermənistan üçün xüsusi çəksinin olduğuna görə, Ermənistanın lehinə danışdığına görə, yəni bir erməni aşığı olduğuna görə bunu təltif eləyirlər Şərəf ordeni ilə. Ardından da bu ordeni verdikləri adam müəyyən müddətdən sonra deyir ki, bəs biz Ermənistanı əlimizdə saxlamaq üçün orada da xüsusi əməliyyat keçirməliyik. Necə ki, Ukraynada keçiririk, Ermənistanda da xüsusi əməliyyat keçirməliyik. İndi bu dəqiqə bilirsiniz, ermənilərin ürəyindən nə keçir? Ürəyindən keçir demək ki, Salavyova, şərəfin olsun, bir şərəfin olsun. Ordeni də verdik, yenə də bu səndə olmadı demək keçir. Bəlkə də ürəklərini, amma Salavyov, yəni belə deyək də, bu ipinin üstünə odun yığlası adam deyil də. Mümkün deyil yəni bu. Bu öz mənafiyi üçün, dövlətinin mənafiyi üçün və yaxud da ki, hansısa bir yalanı cəmiyyətə sırmaq üçün zaman-zaman yəni öz postundan, öz mikrofonundan, öz kamerasından, öz platformasından istifadə edən birisidir. Və Azərbaycana qarşı da nə qədər belə qeyri-etik davrandığını, çünki birisi yalan informasiya verirsə, həm də bu qeyri-etik bir hərəkətidir onun. Çünki bir özünə o jurnalist deyən, nə bilim, bu demokratiyanın carçısı deyən, nə bilim, söz haqqının, azad sözün carçısı hesab edən şəxs yalan danışmalı deyil. Platforma sənə verilə bilər, amma o platformanı yalan üzərindən qurursansa, o zaman sən həqiqət carçısı ola bilməzsən, mümkün deyil. Bu Salavyovun zaman-zaman Azərbaycana qarşı da xoşa gəlməz fikirlər səsləndirdiyini, bütün hallarda adam Kremlin təbliğatçısıdır, əksini də gözləmirik onsuz da. Sadəcə burada
burada məsələ bir qədər fərqlidir də. Ermənistan şərəf ordeni verir, amma sonra da görür ki, yox, çox şərəfsizcəsinə bir yanaşma var onlar üçün. Yəni, necə deyərlər, keçmiş olsun. Keçməyə də bilər zaten, amma ki, yəni, sonuçda eynidirlər bunlar. Elə Solovyovla o sevdiyi Ermənistan arasında da elə bir fərq yoxdur sonuçda.